Bismillahirrahmanirrahim. Salam, xoş gördük sizləri. Allah ibadət itaatlərinizi, oruç namazlarınızı qəbul eləsin inşallah. Selamun aleyküm Ağacan. Selamun aleyküm, hər vaxtınız xeyir olsun. Səni görmək yenidən xoş oldu bizə. Estağfurullah, Allah köməyimiz olsun. Mənə də xoşdur, Allah süvar eləsin. Biz İmam Əli əleyhissalamın sonuncu vəsiyyətindən danışırdıq və gəlib çatmışıq qonşular bəndinə. Bəli. Həzrət buyurur ki, Allaha fi ciranikum. Bəli. Fəinnəhum vasiyyətu nəbiyyikum. Qonşular barəsində Allahdan qorxun. 2 dəfə deyir ki, Allaha. Düzdür, bizim dilə tərcümədə siz Allah da yaxşı tərcümə çıxır. Siz Allah, qonşularınızı yaddan çıxarmayın. Amma aman Allah məsələn bu şəkildə də çıxır. Bəli, aman Allah. Və yaxud Allahdan qorxun qonşularınız barəsində. Onlar Peyğəmbərinizin vəsiyyətidir. Bəli. Sonra buyurur, Mə zələ yusi bihim hatta zananna ənəhu seyuvarrithuhum. Deyir, Peyğəmbər o qədər tövsiyə etdi ki, qonşuları, hətta biz güman etdik ki, qonşular da bizdən irs aparacaqlar. Bəli. İkinci bənddir ki, Həzrəti Əmirül-Müminin bu vəsiyyətnamədə Peyğəmbərin hədisinə istinad edir. Birincisi, aranızı düzəldin bəndində idi ki, tövsiyəsində idi ki, aranızı düzəldin, çünki mən cəddinizdən eşitdim ki, övladlarına deyir. Cəddinizdən eşitdim ki, İmam Həsəndən İmam Hüseynə. Peyğəmbərdən eşitdim ki, bəs aranı düzəltmək bütün namaz və oruclardan üstündür. Bəli. Bu məsələdə də, qonşular məsələsində də yenə Peyğəmbərin hədisinə istinad edilir. Yəni, ictimai münasibətlərdir yenə. Yenə də ictimai münasibətlərdə sanki Peyğəmbərin sözündən dəstək alır. Bu həm də təkiddir. Bəli. Ki, mövzu həssasdır və siz də dönə-dönə bundan müğayət olun. Peyğəmbər sallallahu aleyhi və aleyhi şəriət sahibidir və şəriət sahibinin sözünü deyir. Bəli. Maraqlı cəhət burada həm yetimlərdən sonra qonşuların tövsiyə olunmasıdır. Elə bu tövsiyələrin içində burada bir neçə tövsiyə gəlir. Məsələn, Quran-ı Kərimi bu cür tövsiyə eləyir. Allaha fil Quran. Bəli, həcci bu cür tövsiyə edir. Həcci bu cür tövsiyə eləyir. Qonşuların da o cür tövsiyə olunması həqiqətən düşündürücüdür. Hər gün, yəni demək olar ki, bütün insanların qonşusu var və hər gündə bu qonşularla rastlaşırıq. İç-içəyik. Bu mövzunun diqqət mərkəzində olması insana həm rahatlıq verir, həm həyatı gözəlləşdirir, həm də insanın o məsuliyyətini insana başa salır ki, yəni sən nə etməlisən, qonşularla necə davranmalısan. İnsan ümumiyyətlə məsuliyyət daşıyan bir məxluqdur. Allahla münasibətdə məsuliyyət daşıyır, ailəsi ilə münasibətdə, qovumları ilə münasibətində. Bir də bütün cəmiyyət xüsusilə qonşularla münasibətdə Allah təbarək və təala bizə öhdəlik qoyub. İnsan məsuliyyət daşıyır. Sonra buyurur ki, Peyğəmbər o qədər tövsiyə etdi ki, biz güman etdik ki, qonşular da bizdən irs aparacaq. Çox belə dəhşətli bir sözdür. Bismillahirrahmanirrahim. Təşəkkür dəvət elədiyin üçün. Əli əleyhissalamın bu sözü və o sözü xəbərdarlıqla başlaması, Allaha. Bunun düzdür, izahını verirlər ki, Allahı nəzərdə alın və bu həm də onu göstərir ki, Allah Teala nöqteyi nəzərindən təhlükəli vəziyyətdir, həssas durumdur. Bu sözü belə başlaması qonşular barəsində həm də qonşulardır. Quran-ı Kərimin bir sıra ayələri var. Orada cümlənin quruluşuna baxanda görürsən ki, əgər danışanın, müəllifin demədiyi sözləri nəzərə almasaq, məna kamilləşmir.
Allah Taala'nın demədiyi sözləri nəzərə almasaq məna kamilləşmir. Məsələn, onlardan biri də budur ki, İbrahim əleyhissalam haqqında buyurur ki, Kəzalikə nuri İbrahimə mələkutəs səmavati vəl-ərd və liyəkunə minəl muqinin. Başqa məsələlər də orada var. Və beləcə biz İbrahimə göylərin və yerin həqiqətini göstərdik ki, və yəqin əhlindən olsun. Bu və yəqin əhlindən buna bağlayıcıdır belə. Yəni, hansı sözlər qaldı? Yəni, göylərin və yerin həqiqətini görməyin faydası çoxdur. Biri də budur ki, yəqin əhlindən olsun. Burada da qonşular, diqqət etsəniz, görərik ki, Allah Taala'nın tövhiddən sonra ən çox əhəmiyyət verdiyi birliyidir, vəhdətdir. İnsanların birliyi, möminlərin, müsəlmanların birliyi. Bunu dönə-dönə Quran-ı Kərimdə və hədislərdə Allah Taala bildirir, bizə başa salır. Məsələn, Hucurat surəsində buyurur ki, La təlmizu ənfusəkum. Özünüzü sancmayın. Rişxənd eləməyin özünüzə. Adam özü-özünə rişxənd eləməz ki, təfsir alimləri buyururlar hədislərə əsasən, bu ayənin təfsiri odur ki, bütün müsəlmanlar sən özünsən. Sənin kimidir. Yəni, sənin özün hesab olunmalıdır. Sən başqa bir müsəlmana rişxənd edirsənsə, özünə rişxənd edirsən. Və yaxud fəsəllimu alə anfusikum. Özünüzə salam verin. Adam öz-özünə salam verməz ki, yəni ev əhli sənin özün sayılırsan. Və yaxud Əli əleyhissalamın bir hədisi var, buyurur ki, imanın dadını o zaman dada bilərsən ki, başqalarına rəva bildiyini özünə rəva biləsən, özünə rəva bildiyini başqalarına rəva biləsən. Yəni, əgər müsəlmanlar sənin özün kimi sənə dəyərli olsa, o zaman sən imanın dadını dada biləcəksən. Nə qədər ki, sən hamını özün hesab etmirsən, hələ imanın dadını dadmamısan. Və bizə əgər başqalarına hörmət etmək, qonşunun ehtiramını saxlamaq, qonşunun durumu ilə maraqlanmaq, qonşunun ac və ya tox yatdığı ilə maraqlanmaq, qonşunun işi var ya yox, onunla maraqlanmaq, qonşunun borcu var ya yox, qonşunun vəziyyəti necədir və s. və ilə axır. Bunlarla maraqlanmaq və yardım etmək. Acı gəlirsə, deməli biz hələ imanın dadını özümüzə şirinləşdirməmişik. Hələ bizə acı gəlir. Bizdə də mental olaraq atalar sözləri var, deyir, uzaq qohumdansa yaxın qonşu yaxşıdır. Bu hər baxımdan belədir. Hətta qurban kəsəndə qonşu olsa, kör qızım ərə gəlir. Hətta qurban kəsəndə qonşulara pay deyilir. Hər sahədə mənim yadıma düşür, səhv eləməsəm, Əllamə Hilli rəhmətliyin tələbələrindən biri nəql eləyir. Ya Əllamə Bəhrulumun, indi onların adında səhv edirəm. Deyir, günlərin bir günü bir nəfər gəldi, mənə dedi ki, ustad səni çağırır. Şam namazı vaxtı. Getdim deyə gördüm ki, namazını qıldı, qutardı. Mən qılmışdım, deyir, getdim namazını qıldı, qutardı. Mən də oturmuşam, gördüm, mənə dindirmir, danışdırmır. Biraz oturduq, birdən qayıtdı, dedi ki, Seyyid imiş özdə bu. Seyyid, sən müsəlman deyilsən? Deyir, mən dəhşətə gəldim. Necə yəni müsəlman deyilsən? Ustad mənə belə söz desin, axı heç vaxt olmayan bir şeydir. Nə eləmişəm görəsən? Dedim ki, ustad bu nə sözdür, nə əmriviz qulluğu, harada səhv eləmişəm? Dedi, sən filan qonşun var, 3 gündür balaları acıdır. Sən niyə ona kömək eləmirsən? Deyir, mən dedim ki, ustad, xəbərim olmayıb. Dedi, bilirəm. Bilirəm, ona görə deyirəm ki, müsəlman deyilsən. Əgər xəbərin olmasaydı, getməsəydin, deyərdin ki, sən bütpərəstsən, sən yəhudisən, xristiyansan sən. Yəni, bu qədər əhəmiyyət verirdi alimlərimizdə qonşuluğa. Mən bunu niyə danışdım? Keçən dəfə bir söz dedim ki, bəzi şeyləri çox demək lazımdır, oturuşsun yerinə, yerləşsin. Bu sözləri danışırıq indi biz.
nə qədər oturur yerinə? Çox az. Xüsusilə bu bina evləri sistemindən sonra ümumiyyətlə qonşuluq məsələləri çox kəskin şəkildə pisləşib. Onu demək istirdim. Düzdür, indi informasiya dövrüdür. Daha rahatdır ünsiyyətdə olmaq. Həm də daha çətindir. Həm də bunun bir ziyanı da budur ki, insanları bir-birindən uzaqlaşır. Virtual olaraq mənim yanımdadır, amma özü yoxdur. Məsələn, mən böyüklərdən eşidirdim ki, deyir, nə qədər ki, televizor çıxmamışdı, məsələn, bizim tərəfdə şəvnış deyilən bir mərasim var. Şəvnəşeyni, bəli. Şəvnış, gecə qonaqlığı deməkdir də. Birinin evinə qonşular, qohumlar yığışarmış. Orada maraqlı söhbətlər, əhvalatlar, dastanlar, nağıllar danışarmışlar. Xüsusilə qış gecələrində. Və bu məşhur imiş. Deyir, elə ki, televizor istehsal edildi. Tam uzaqlaşdı bir-birinə. Ondan sonra, birinci mərhələdə, məsələn, sayılı insanların evində televizor var idi də. Cəmaət hamısı o televizora görə ora gedərmiş. Sonra elə ki, bu çoxaldı, hamının evində ehtiyac yoxdur. Ehtiyac olmadı. Elə hər kəs öz evində oturdu və beləliklə o mədəniyyət... İndi sosial şəbəkə çıxıb, ümumiyyətlə televizora şükür edirik. Bir-birinə yad olub. Televizora şükür edirik. Fikir verisi sosial şəbəkələrdə götürüb qoyurlar ki, Sovet dövründə hamı oturub ailə televizor qabağında yazır ki, kompüter çıxana qədər, telefon çıxana qədər bu gözəl çağlar var idi. Hətta o çağlar üçün darıxırıq. Bəli, bəli. Amma ondan əvvəl isə insanlar ünsiyyətdə idi bir-birinə. Nəsə bir söz deyim. Nədir? Bunun psixoloji baxımdan bunu yaradan səbəb nədir? Yəni, niyə insanlar arasında ünsiyyət vasitələri çoxaldıqca insanlar yadlaşırlar? Çünki real ünsiyyət deyil, virtualdır. Baxın, mən sosial şəbəkə işlədirəm və sizinlə danışıram. Telefonda sizinlə danışıram, ya sosial şəbəkədə sizinlə danışıram, WhatsAppda məsələn, başqa şey. O qədər danışıram ki, söhbətimiz xoş getsin. Narahatçılıq olan kimi söndürürəm. Bir kadr görürəm sosial şəbəkədə, bir epizod. Nə qədər ki, xoşuma gəlir, baxıram. Narahatçılıq olan kimi söndürürəm, dəyişirəm. Real həyatda bu olmur, mümkün olmur, asan olmur. Ona görə insanın hövsələsi çoxalır, təmkini çoxalır. Baxın, o qədər biz sosial şəbəkələrlə tənhalaşmışıq və bu tənhalıqdakı tələskən, hövsələsiz, şıltaq komforta o qədər adət etmişik. Bir nəfərin hüzuruna dözümümüz qalmayıb. Deyirsiniz ki, qabaq gedib gecə oturardılar. Bəli, o gecə bir yerdə oturanların hamısı məsum deyildi. Əlbəttə. Onların kaprizi də var idi, danışığını bilməyən də var idi. Amma onlar o birlikdə olmanın səmimiyyəti daxilində onu həzm eləyirdilər. İndi elə deyil. İndi hətta insanlarla ünsiyyətin formatını da biz sosial şəbəkədən öyrəndiyimiz üçün üzləşəndə görürsən ki, ya küsülülük yaradırıq, ya kimisə incidirik, ya rişxənd edirik, ya nəsə diskomfort yaşayırıq, qaçırıq. Uşağı aparırsan bir yerə deyir ki, mən gəlmirəm. Niyə? Telefon var, sosial şəbəkə var. Niyə getsiniz? Daha maraqlı şeylər var. Bu yalancı daha maraqlılar, doğrusu yox, yalancı daha maraqlılar bizi tənhalaşdırıb. Yaxın qonşu, qapı qonşudur. Rasulullah sallallahu aleyhi və aleyhi hədis var ki, bir nəfərlə yol gedirsənsə bir müddət, müəyyən müddətdən sonra onun adını soruşmasan, ona cəfa eləmişsən, zülm eləmişsən. Bir nəfərlə 2 ildir tanışsan, Rəsulullah'ın hədis var ki, artıq sizin aranızda silə-i ərham yaranır. Yəni qonşular kimi gedib axtarır. Əmini, dayını, ananı, bacını axtardığın kimi onu axtarmaq vacib olur sənə. Təsəvvür edin, İslam bu qədər yaxınlığa önəm verir və bugün biz görürük niyə önəm verir. Bu qonşuluğun məhvi, ailə institutunun məhvi, cəmiyyət institutunun məhvi buna gətirib çıxarıb ki, bugün müsəlmanlara qanıtdırırlar və milyardlarla müsəlman oturub baxır. Niyə? Çünki heç birinin ürəyi o birinin ürəyi ilə eyni döyünmür. O biri ilə eyni deyil, məhəbbət qalmır. Niyə? O məşhur söz var, deyir, üz-üzdən utanar.
üzləşmək lazımdır ki, adam münasibətini dəqiq tarazlasın. Və yaxud deyir, göz görmür, gözdən uzaq, könüldən iraq. Niyə? Uzaqlaşdıqca məhəbbət uzaqlaşır, səmimiyyət uzaqlaşır. Qonşuluğun da əhəmiyyəti ona görə əhəmiyyətlidir ki, vəhdətin yaranmasının ən yaxın formatlarından biridir. Biri ailədir, digəri də qonşudur. Çünki qapındadır da artıq. Həzrəti İmam Həsən əleyhissalam nəql edir, gördüm, anam Fatimə-tü Zəhra salamlarına gecə ibadətə qalxdı. Xəstəlik vaxtlarında, son vaxtlarında. Deyir, sevindim. Dedim ki, anam ibadət eləyirsə, bu qədər yaxşılaşıbsa, dua eləyər özünə, mən də amin çəkərəm. Deyir, səhərə qədər dua elədi və səhərə qədər qonşulara dua elədi, bir dəfə özünə dua eləmədi. Deyir, mən dedim ki, anacan, axı, heç özünüzə dua eləmədiniz, ancaq qonşulara, buradakı əl-caru sünnətdar, əvvəl qonşu, sonra evin içi. Yəni, bizim bəzi mental adətlərimizin tam əksinə. Biz deyirik ki, əvvəl evin içi, sonra çölü. Həzrət Fatimə-tü Zəhra salamlarına isə prinsipi bu idi. Əvvəl qonşu, sonra özün. Yəni, rifahda, maddiyyatda əvvəl qonşunu önə sal, sonra özün. Bunlar da niyə bu qədər ciddi cəhdlə buna yanaşırdılar? Ona görə ki, Allahı çox sevirdilər və Allahı razı salmaqda vasvasılıq kimi olmuşdular ki, birdən razı olmazdı. Birdən kifayət eləməz. O, Kərbəla şəhidləri haqqında var ki, hər şəhid ki, yerə yıxılırdı. Həzrəti Əbu Abdullah əleyhissalam gələndə başının üstünə sözü bu olurdu. Məndən razı qaldın. Şəhid deyirdi. Şəhid deyirdi İmam Hüseyin əleyhissalama. Yaxşı döyüşdüm, əvəfəytu, əhdimə vəfə elədim. Bunlar elə bir ki, mənəvi aləmdə belə insanlar bunu axtarırlar ki, birdən mən yaxşı eləmərəm. Üstən valideyn haqqında Quran nə deyir? Və la təqullahıma of. Of da demək ki, birdən xətrinə dəyər. Bəli. O, Allahı razı salmaq mövzusu gəldi. Orada Həzrəti Musa Peyğəmbər Quran-ı Kərimdə buyurur ki, Allah təala Musa Peyğəmbərə tövsiyə edir ki, 70 nəfər öz xalqından seç gətir, Allahla görüşə. O da seçir, aparır, yolda Həzrəti Musa da bunları gözləmir. Tez gedir görüş yerinə, tələsir. Allah təala deyir ki, bəs tez gəlmirsən də, nəyə görə tez gəlmirsən? Onlardan qabaq gəldin. Onlardan qabaq gəldin. Deyir ki, onlardan qabaq gəldim, tələsim ki, sən razı salım. Ayətdə Quran-ı sən razı düşəsən. Deməli, görür ki, Allahla görüşə gedirlər. Görür ki, cəmaatın heç də belə də hesab elə bir nəfərə görüşə şövq yox, həyəcan yox falan. Həzrəti Musa çox narahat olur, ayrılır, tez qaça-qaça gedir həmən o vəd olmuş yerə ki, birdən Allah narazı düşər. Bu nə gözəl misaldır bizim namaz vaxtları üçün. Bu ki, buyururlar, əzandan qabaq səccadəni sal yerə, dəstəmazını al, saçını dara, ətirlən, gözəl paltarlarına geyin, otur, gözlə əzanı. Yəni, görüşü gözləyirsən. Əli əleyhissalama sual verdilər ki, Allahla ibadət, namaz nədir? Buyurdu ki, əzan nə deməkdir? İmam buyurdu ki, hanə vəqtü ziyarət zamanı çatdı. Yəni, Allahla görüş edən. Hanə vəqtül ədəul əmanə. Bəli, vaxtı çatdı. Yəni, Allahla görüşə bənzədir da. Daha doğrusu Allahla görüş deyilən namaz. Allahla görüşdür, bəli. Hacı, mən istəyirəm qonşular barəsində olan həmən o məşhur ayəni Nisa surəsinin 36-cı ayəsini burada oxuyaq. Sonra bəzi məsələlərə təbii ki, toxunacağıq. Deməli, Nisa surəsinin 36-cı ayəsində Allah təala belə buyurur. Əuzu billah. Va'budullah və la tuşriku bihi şey'a. Bu birinci əsas. Tövhid. Allaha ibadət edin və heç bir şey ona şərik qoşmayın. Təbii ki, bu ayrı-ayrı bir əməl deyil. Mən onun təfsirinə baxırdım, Ayətullah Cavadi Amili. Deyir ki, bu Allaha Subuti və səlbiddən. Allaha ibadət edin və şərik qoşmayın. İki ayrı dəyərlər deyil. Eyni şeyin iki üzüdür. Bəli. Yəni, Allaha ibadət edən insan, yalnız Allaha ibadət edən insan həm də müşrik deyil. Şirkdən uzaqlaşır. Ona görə deyir ki, məsələn, Nisa surəsinin
55 Nisa deyirəm, Nur surəsinin 55-ci ayəsi həmən o məşhur Allahın vədə verdiyi İmam Zaman Əleyhisselamın dövrü. Deyir ki, ya'budunəni la yüşrikun. Orada ki, vədə qoyub. Yoxdur, bəli. Ya'budunənin izahı da elə. Bəli, bəli. Yəni, onlar mənə ibadət edərlər, şərik qoşmazlar. Yəni, şərik qoşmadan ibadət edirlər. Bəli, şərik qoşmadan ibadət edərlər. Biri sual verir ki, bəyəm, elə şey ola bilir ki, insan həm ibadət etsin, həm də şərik qoşsun. Yusuf surəsindən o ayəni oxudu ki, bəs, bəli, onlar billahi illa və hum müşrikun, mömin ola şərik qoşurlar. Deyir, necə olur? İmam Sadiq Əleyhisselam buyurur ki, bir adam ki, desə ki, ləvla filanun ləhələktu, əgər filan kəs olmasaydı, mən həlak olardım, desə şərik qoşur. Yəni, imanı ola həm də şirk eləyir. Xəfi şirk. Gərək desin ki, Allah filan kəsi göndərməsəydi, yəni Allah bunu eləyir. Bütün aləm Allahın ordusudur. Burada da deyir ki, Allaha ibadət edin və heç bir şey ona şərik qoşmayın. Bu bir məsələ. Özü də ki, mən istəyirəm, Hacı, tövhid barəsində 2 kəlmə. Allah Teala qətiyyən şirkdən bir zərrəsini qəbul etmir də. Yəni, bu, belə deyək də, kimsə düşünə bilər ki, Allah Teala özünü çox istəyir, ya Allah Təbarək və Teala nəsə başqa bir, burada təkəbbürlük eləyir. Düzdür, bu sifətlər Allaha məxsusdur. Yəni, Allah bəli, özünü çox istəyir, təkəbbür adlarından biridir. Ona yaraşan bir məqamdır, başqalarına deyil. Amma Allah imtina eləyir, zərrə qədər o şirkdən də imtina eləyir. Deyir, olmaz. Bəli. Məsələn, yarısını buna görə, məsələn, əməlin yarısını Allaha xatir, yarısını da filan kəsə xatir mən etsəm, filan məqsədə görə etsəm, Allah qəbulləmir bunu. Sanki bir naz var da həm də burada. Qeyrət var da, qeyrət. İlahi qeyrətdir ki, deyir, qeyrətəş qeyr dərcahan nə qozaşdı. Allahın qeyrəti aləmdə qeyr saxlamadı. Hamısını rədd elədi. Ki, hədisdə var, qiyamət günündə şərikli niyyətdə olanlara Allah Teala buyuracaq ki, mən çox yaxşı şərikəm. Mən bütün payımı verdim şərikimə. Ged ondan alamısını. Mən qarışıq mal istəmirəm. Bəli. O Mevlana Cəlaləddin Ruminin bir şeiri var. Deyir ki, qeyrət to goft boru rah nist. Rəhmət to goft biya həst, həst. Deyir, sənin qeyrətin deyir ki, get, yol yoxdur. Xalis deyilsən. Xalis deyilsən. Amma rəhmətin deyir ki, gəl, gəl. Yeri var, yeri var. Əslində Allah Teala'nın söz çəkir, onsuz da zaten verilişin formatı belədir də. Söz əslində Allah Teala'nın sözü bilirsiniz nədir? Mən nədə sənə çatmıram ki? Başqasını axtarırsan. O və kəfa billahi şəhidə, və kəfa billahi vəkila, kəfəllahul müminin falan. Allah bəs edər. Allah bəsdir. Həsbunəllah, Allah bizə bəsdir sözünün mənası budur. Yəni, bəs etməyən nə var ki, başqasını axtarırsan? Yəni, hansı nemət, hansı rəhmət, hansı gözəllik məndə yoxdur ki, başqasında axtarırsan? Axı, yalandan axtarırsan. Və bu axtarmağın mənə təhqirdir axı. Yəni, mən nəyisə düz eləmirəm bir parçanı. O parçanı başqasında axtarırsan. Mən ki, intihasız varlığam gözəllikdə, rəhmətdə, kamillikdə, sən deyirsən ki, bu Allaha görə olsun, bu hissəsini Allahdan qeyrisinə görə, o qeyrisində nə var ki, məndə yoxdur, ya mən ona verməmişəm, ya mən istəsəm ondan ala bilmərəm. Nə axtarırsan? Allahın zat-ı müqəddəsinə həqarətdir da bu. Qüsur verirsən Allah, nöqsan verirsən. Allah Teala nəyi buyurubsa məntiqlə buyurub da. Mən həmişə dostlarımla danışan deyirəm, bizim Allahla dostluq eləyə bilməməyimizin səbəbi düzlüyümüzün kifayət qədər olmamasıdır. Düzlüyümüzün. Allah Teala çox dəqiq riyazi hesablamalarla dostluq edir. Bəli, bəli. 2 vur 2 4 bu cür dostluq edir. Biz onu həmişə vədə xilaflığımızla,
biraz səhlənkarlığımızdan yaşadığımız üçün Allahla dostluğu bacarmırıq. Bəli. Vəfalılığımızı bacarmırıq. Yəni Allahın doğruluğu ilə baş edə bilmirik. Necə ki Əli əleyhissalamın ədaləti ilə baş edə bilmədilər. Mənim yadıma düşdü. Əhməd ibn Əruz vəzninin banisi kimdir? Yadımdan çıxdı adı. Fərahani. Böyük alimdə Əruzu o yəni qəlibə salıb. Yadımda deyil, mənim də yadımda deyil. Ona sual verirlər ki, Əli ibn Əbi Talib yaxşı adam idi ya yox? Deyir, bəli. Sual verirlər, yaxşı xəlifə idi ya yox? Yaxşı hökümdar idi ya yox? Deyirlər, bəli. Deyirlər, bəs niyə cəmaat onu qəbul eləmədi? Çox gözəl bir cavab verir. Bu cavabın içində xeyli ürək yanğısı var. Bugün də cəmiyyətimizdə belə problemlər var. Həm də çox xalis həqiqətdir. Əhməd dedi ki, o Fərahani dedi ki, səbəbi Xəlil ibn Əhməd. Xəlil ibn Əhməd Fərahani. Əruz elminin banisi sayılır da. Dedi ki, Əli ibn Əbi Talibi cəmiyyət ona görə qəbul etmədi ki, Əli ibn Əbi Talib onlar kimi deyildi. Cəmiyyət özü kimi olmayanı qəbul eləyə bilmir. Cəmiyyət həyatına biraz, balına biraz zəhər qataraq yaşayır, doğruya biraz əyri qataraq yaşayır və s. və ilə axır. Əli ibn Əbi Talib elə deyildi. Gəlirdilər şam işığında söhbət eləməyə, deyirdi, bu şam işığı dövlətindir. Gərək mən bunu dəyişəm, şəxsi şam işığımı yandıram, şamımı yandıram. Bu qədər dəqiq, ədalətli adamdan ayaqlaşa bilmirdilər. Gördülər, deməli, Allahın xasiyyətidir. İlahi xasiyyətdir, bəli. Təxəlləqu bi əxlaqillah əmri ki var. İlahi xasiyyətlərə Allah Taala'nın bir neçə xasiyyətinə malik olmaq qadağandır. Təkəbbürdür, müstəqillikdir və qalan xasiyyətləri Allah Taala çox gözəldir o Ayətlə Cavadiyanın gözəl bir izahı var. Deyir ki, İslam sözünü pozub, bu məzmunda deyir, bu öz sözlərimlə deyirəm mən ona. İslam sözünü pozub, kəramət sözünü yazsan tamamilə doğrudur. İqra və Rəbbukəl əkrəm, kəramət. Rəbbin çox kəramətlidir. Qur'an-ı İnnəhu lə-Qur'anun kərim, kəramət. Və ləqəd kərrəmna bəni Adəm, insanı kəramətli yaradıb. Rəsulin kərim, Cəbrail əleyhissalam kərimdir, kəramətlidir. Rəsulullah kəramətlidir. Qur'an kəramətlidir. Yəni, İnnə ənzəlnəhu fī leylətin mübarək kəramətdir. Yəni, sözləri də, tapşırıqları da kəramətdir. Alicənab olun. Alicənab Allah, Alicənab kitabını Alicənab mələyi ilə, Alicənab peyğəmbərinə göndərir ki, insanları alicənab eləsin. Nə gözəl. Budur. Qonşunun da haqqını alicənab insanlar bəli, başqaları o hədis. O elə hacı ayənin sonunda onu gəlir. Bir dənə o söz deyim ki, Əli əleyhissalam buyurur, az qaldıq, elə düşünək ki, qonşular bizdən pay aparacaq. Bu həm də nəyi bildirir? İspay aparacaq. Yəni, bu balaca söz deyil. Əli əleyhissalam pafosdan danışmır ki, adamın öz qanununa olan varis olar da. Bu, ona bildirir ki, siz qonşuluq haqqını ödəməkdə çəkinməyin ki, bu bir də qoy kənara. Bu qədər əhəmiyyətlidir. Məsələ bu qədər əhəmiyyətlidir. O ayənin sonunda həmən siz dediyiniz məsələ çox gözəl əksini tapıb. Əvvəla buyurur ki, oxuyaq, vaxtımız da tükənib, 4 dəqiqədir vaxtımız qalıb. Buyurur ki, Allaha ibadət edin və heç bir şey ona şərik qoşmayın. Bu bir, bu təməldir. Bunun fonunda وَبِالْوَالِدَيْنِ إِحْسَانًا Valideynə ehsan elə. Ehsan elə. Ancaq yaxşılıq eləyə bilərsən. Bir alimə qulaq asırdım, mənim üçün yeni söz idi. Deyir ki, Quran-ı Kerim buyurur, يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ Qiyamət günü qardaşından qaçacaq insan, atasından, anasından, arvadından, uşağından. Atasının, anasının adını tutmur. Bəli. يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ Və ummihi və əbi, anasından. Yox, يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ deməli,
Deyir, anasını deyir, və o meyvə və sahibət və bənik. O ayrı bir ayədədir. O yevmə yəfirrul yox, qaçacaq yox. Qaçmaq ayəsində elədir. Deyir ki, insan istəyər ləv yəftədi. Nə varsa versin, yer kürəsi qədər qızıl-gümüş versin ki, canını qutarsın. Deyir ki, o gün qiyamətin əzabından qurtuluş əldə etmək üçün insan qardaşını verər, fəda eləyər. Övladlarını fəda eləyər. Əxihi və bənih. Övladlarını fəda. Və sahibətihi. Öz həyat yoldaşını və fasilətihi ləti tu'vih. Və qohum əqrabasının hamısı və mən fil ərdi cəmiən sümmə yunci. Yer kürəsində nə qədər insan varsa hamısını versin ki, xilas olsun. O deyirdi ki, niyə valideyni orada qeyd etmir? O fəda etmək məsələsində valideyn. Qaçmaq ayəsində qeyd edir ki, o qaçmaqda orada onlara zərər gəlmir. Sadəcə, yəni, mənim başımı qatmayın, siz gedin öz işinizlə məşğul olun. O ayrı. Amma burada deyir ki, fəda edim. Amma valideyni qeyd eləmir. Amma valideyni qeyd eləmir. Deyir, nə, orada deyir, o əxlaqlı oldu, ya rəhmə gəldi. Niyə qeyd eləmir? Övladını verir, hər şey verir də. Deyir, çünki o bilir ki, əgər bu hissi, bu fikrimdən belə keçirsəm Allahı qəzəbləndirəcəyim. Cürət eləyib eləyə bilmir. Yəni, bunu Allaha vermək olmaz o şey. O fikri belə, fikrindən keçirtmək, o hissi belə yaşamaq Allahı deyir, qəzəbləndirdiyi üçün, orada deyir, axı, hər kəs bilir, artıq Allahın xasiyyətini orada tam rahat tanış olacaqıq da. O bilir ki, mən əgər valideynimi fəda etmək fikrini hətta keçirsəm, tam əksinə Allahın qəzəbləndirəcəyim. Mən Allahın mərhəmətini qazanmaq istəyirəm, onu burada qəzəbləndirəcəm. Ona görə cürət edibdir, eləmir. Burada deyir ki, ikinci, valideyninə yaxşılıq edin. Sonra deyir, yaxınlarına, qohumlarına yaxşılıq elə, yetimlərə yaxşılıq elə, miskinlərə yaxşılıq elə, sonra gəldi vəl-cari zil-qurba. Yaxın qonşulara. Yaxın qonşulara, vəl-caril cunub, uzaq qonşulara. Və qonşuları bütün kateqoriyaların deyir, açıqlayır. İki yerə bölür. Rəhəmiyyətini göstərir. Uzaq. Adətən biz düşünürük ki, evə yaxın olanlar qonşudur da, amma bu ilahi əmrdir. Deyir ki, İmam Sadiq və İmam Baqir əleyhissalamla nəql olunmuş hədisə əsasən 4 tərəfdən 40 ev qonşu sayılır. Bu siz nə deməkdir? Yəni, bu təxminən bütün dünya hamı bir-birindən məhrib olmalıdır. Qonşudur, bir dənə şəhəri, bir qanunla bir kəndi, bir şəhəri bağlayır bir-birinə. Amma bu qanun necə məzlum qalıb, necə qərib qalıb? Əhsən. Mən gələ-gələ bunu düşünürdüm ki, bunun tətbiqini necə eləyək biz? Bir yerdən başlamaq lazımdır. Necə, yəni, bu tətbiq olunsa, həqiqətən çox gözəl bir yəni, bu ümumi bir hərəkat kimi olmalıdır. Yəni, nə qədər fəsadın qarşısı alınar. Xalq və dövlət olaraq bu işlə məşğul olunmasa, bu qanun oturuşmayacaq. Yəni, bu hər tərəfdən təbliğat aparılmalı, maarifləndirici və əməli, praktiki şeylər düşünmək. Qonşuda da iman şərti yoxdur. Qonşun kim olur olsun? Kim olur olsun? Dinindən, əqidəsindən asılı olmayaraq. Neçə yerdə var ki, orada müsəlmançılıq, ümumiyyətlə, din fərqi yoxdur da. Ateist olsun, bütpərəst olsun. Kim olursa olsun, gərək rəyət olsun. Axırda deyir ki, sonra deyir ki, bəs yol yoldaşı, ümumiyyətlə, yoldaşın və sahibi bilcəm, yanında olan sənin yoldaşın, və ibnis səbil, yolda qalanlar, və mə mələkət əymanukum, yəni əlinizin altında olan həmən qul-qara və yaxud işçilər ola bilər, xidmətçilər. Sonra, İnnəllaha la yuhibbu mən kana muxtalən fəxura. Allah o fəxr eləyən, o təkəbbürlüyünü, öyünən o təkəbbürlüyünü sevmir. Yəni, sən deyə bilməzsən, nəyimə lazımdır? Allah xoş gəlmir. Qonşu məsələmdə, qonşuya yardım, qonşu və özdə muxtalən, xəyalpərəst, yəni əslində sənə çox lazımdır, sən xəyal edirsən ki, lazım deyil. Sənə elə gəlir lazım deyil, sənə çox lazımdır. Yəni, burada təkəbbürlüyün yeri yoxdur. Çox təsbihlər olsun, vaxtımız qutardı. Təşəkkür edir, çox şirin bir söhbət alındı. Allah inşallah qəbul eləsin. Çox sağ olun. Amin inşallah. Bu qədər inşallah.